الشيطان الرجيم بسم الله الرحمن الرحيم رب اشرح لي صدري ويسر لي امري واحلل عقدة من لساني يفقهوا قولي. İmam Zaman-ı Celallahu Teala Fərəcəh-ü Şərifin salamatlığına tez zuhurlar inşallah. Həzrət bizə bir nəzər eləməyin Allah'ım. Muhammed ve Ali Muhammed ruhlarına salavat. Allahümme salli ala Muhammed ve Ali Muhammed ve Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala seyyidina enbiya'l murselin habibi ilahil alemin bil qasimi Muhammed. Allahümme salli ala Muhammed ve Ali Muhammed ve Ehl-i Beyt'in tayyibin tahirin ve lanetullah ala a'daihim ecma'in ila liqa'i yevmiddin. Bismillahirrahmanirrahim. Você não vai fazer você chia. İnşallah mahum mübarək Ramazan'da Allah'ın izniyle axırıncı Şaban ayının cümləsi. Allah Teala inşallah həqiqi Ramazanlardan bizlər üçün qərar verməklə öz əmal dəftərimizdə inşallah mahum mübarək Ramazan'ın həqiqi oruç tutanlarından Allah Teala bizi zəbt edilməklə Həzrəti Zeynəb Kübra sallallahu aleyhi ve ruhutələ salavat. Allahümme salli ala Muhammed ve Ali Muhammed Amma bəd fil Qur'an-ı Kerim Allah Teala həmd olsun Allah'ın izzət və cəlalına Allah Teala inşallah bu əziz günlərdə ki yavaş-yavaş mah-ı mübarək Ramazanına yaxınlaşır Allah Teala bizlərə bu tövfiqatı verir ki inşallah məscidlərdə Əhl-i Beyt əleyhissalamın adı ilə bağlı olan Əhl-i Beyt əleyhissalamın zikri ilə bağlı olan inşallah məclislərdə Allah'ın lütfü ilə Allah Teala bizlərə tövfiq verir. Bu balaca bir şey deyil. 21-ci əsrdə belə bir zamanədə ki, dünya, aləm bizim arzumuzu çövürmək istəyir Avropaya, amma bizdə inşallah ki, öz aləm zərdə Allaha ki, Allah Teala bizlərə sual verdi ki, Ənə Rabbikumul a'la, qalu bəla. Allah Teala bizdən soruşdu ki, sizi Rəbbiniz kimdir? Sizin Rəbbiniz kimdir? İnsanlar ki, ruhlar aləmindəki Qur'an-ı Kərimdə də bu barədə işarələr var. Ki, bizlər hamımız ki, gəlmişik bu dünyaya, Allah Teala ata sürgündən, ana bəxtindən, ondan sonra bu dünyaya bizi gətirib. Səbəb-i xilqət burada neydi? Biz o zamanlar Allah Teala'ya söz vermişdik. Ki, sən bizim Rəbbimizsən, sən vahidsən, əhədsən və biz də sənə bəndəyik. Elhamdülillah Rabbil alemin. Amma nə oldu? Səbəb nə oldu ki, bir zamandan sonra insanlar, bəşəriyyət, cəmiyyət, nə bilim, biri ateizm gəldi, marksizm gəldi, kommunizm gəldi, leninizm gəldi. İnsanlar yavaş-yavaş həqiqətlərdən ayrıldılar. İnsanlar o həqiqi məktəbdən ki, Əhl-i Beyt əleyhissalamın məktəbi o məktəbdən ayrıldılar. O verdikləri sözə xilaf çıxdılar. Nə oldu onun səbəbi? Niyə görə belə oldu? Səbəb nədir? Allah Teala ki, insanı yaradandan sonra insanda olunan maddiyyat ki, insanın vücudu iki şeydən təşkil edir. Bir ruhi, mənəvi, mələkuti, insanları ahirətə və mələkuta və Allaha tərəf aparan bir ruh. Bir də insanın cismi, bizim bu cismimiz. Bir zaman gəlirlər ki, bu ruh məsələləri, bunlar hamısı boş-boş şeylərdir. Belə bir şeylərimiz yoxdur. Hər nə var bu dünyadadır. Hər nə görürüksə, hər nə eləms ediriksə, hamısı bu dünyadadır. O dünyada zaten gələn yoxdur, gedən yoxdur. İndi bəzən görəsən, cahil insanlar bu sözləri neynəyərlər, danışarlar. Bir iki üç tane de ayet-i şerifte diyesen,
Talib çıxardı, muizə eləyərdi, söhbət eləyərdi. Bəzi insanlar gələrdi, Əbu Talib rəhmətullah aleyhə gəlib çıxardılar, aleyhissalama deyərlər ki, sən bu qardaşın oğluna deyilən bu cürlə danışmasın bizimlə. Deyərdi, vallahi mən neyiniyim? Mən neyiniyim abi? Gedərdi Həzrəti Peyğəmbərə deyərdi ki, bu ərəb qəbilələri, bu cahillər səndən narahatdırlar. Həzrəti Peyğəmbər deyərdi, mən bir şey eləmirəm ki. Allahın vəhyi olub, vəhyin nazil olub, o vəhyin əsasında mən söhbət edirəm. O vəhyin əsasında mən bir söz deyirəm. İstər o vəhy kimisə xoşuna gəlsin, istər o vəhy kimisə acına gəlsin. Allah Teala mənə nə deyir? Bəllir, ya eyyuhər rəsul, bəllir mə unzilə iləyikə min qəblik. Ya ey Peyğəmbər, ey mənim rəsulum, ey mənim əzizim, elçim, digilən insanlara, çatdır günü. Bəzən də olardı ki, Quran-ı Kərimdə digər bir ayədə Həzrəti Peyğəmbər sallallahu aleyhi narahat olardı insanların cahilliyindən. Ki, bu qədər təbliğ edir, bu qədər insanlar haqqa, ədalətə dəvət edir, amma insanlar qəbul edilmir. Həzrəti Haq ayə nazil edir ki, ya Resulallah, sən narahat olma günə, özləri bilərlər. İmmə şakirən və immə kafurən. Ya şükür edən olacaqlar, cəmiyyətdə şəxsiyyət kimi Lenin getdi, Stalin gəldi, Stalin getdi, Khrushchev gəldi və s. və ilə insanın duruşu həmişə eyni olacaq. Heç bir fərq olmayacaq, hansı bir hakimiyyət gəlirsə gəlsin, kim gelirsə geçsin, yaltaq bizim sözdən üzr istəyən, yalan olmayacaq, ne cür var edə belə də yaşayacaq, şəxsiyyət kimi dünyada köçüb gedəcək. Ya da ki, bir şah gedib olur ki, şah gələcək, həmən o vəzir eləyən, müzəra eləyən, kim edirsə ki, onun yanında bir şəxsiyyət eləyir, olursa gələcək, onun yanında heç bir qiymət olmayacaq. Sən narahat olmayın, ya şükür eləyən olacaq, gedəcək cənnətdən, şəxsiyyət kimi bu dünyadan köçəcək. Eytiqad və əqidəsi əgər Allahadırsa, eytiqad və əqidəsi əgər Qur'anadırsa, eytiqad və əqidəsi Əli və Ali Əliyədirsə, heç bir şeylə bunu dəyişə bilmərsən, duruşu olurdur. Ya Hüseyin deyərlər, ya Hüseyin deyər, yanar sözünün üstündə. Şükür edən o cənnətə gedəcək, narahat olma ya Resulallah. Və immə kafur və ya bir kafir olacaq. Kafir deyiləndə biz insanlar düşünür ki, kafir nədir? Yəni ki, Allah'ı inkar edənə kafirdir. Tək o dövr yox. Küfr-i cəli var, küfr-i xəfi var. Bir küfür var ki, deyəm, mən haşə nəstəcir billah. Allah'a qəbul eləmirəm. Allah yoxdur. Bir də var, insan dilində dünya, o nə danışırsan? Allah var, Peyğəmbər var, imam var, Əhl-i Beyt var. İçində etiqadı yoxdur ona. Namaz da qıla bilər o adama. Ay, harada danışır, bu nə danışır? Ayə şərifən deyəcəm. Namaz da qıla bilər, oruc da tuta bilər. İmam Hüseyin məclisində gəlib gedə bilər. Amma etiqad və əqidə ki, Əhl-i Beyt əleyhissalam 124 min pəkər oyundan başlayır. 124 min Peyğəmbər əleyhissalamlardan ta 12 imama qədər təbliğ olunan din, fi səbilillah verilən fədakarlıqlar, canlar, şəhidlər, bu insanlar bunları tanıyırlar, edirlər, amma yollarını davam edəmirlər ki. O yolla getmirlər. Bəzən insanlar İmam Hüseynin adından elə danışırlar, İmam Hüseyin üçün elə danışırlar. Hələ bir İmam Hüseyin əleyhissalam bu bəşəriyyəti, bu cəmiyyətin imamıdır. Haradasa başqa bir yerdə gəlir və başqa insanlar üçün imam gəlir. Və o zamanı üçün gəlir, bu zamanı üçün gəlir. İmamı fərqi yoxdur ki. Lillahil hüccətül baligə. Əhl-i Beyt əleyhissalam barəsində nə deyərlər? Tam və kamil Allahın yer üzrə hüccəti. Heç bir fərqi yoxdur, heç bir zamanı yoxdur. Məhdudiyyəti yoxdur Əhl-i Beyt əleyhissalamın zamanıya ki. Nur-u vahid, bunlar bir vahid, bir nurdular. Heç vaxtı, heç nəyin səviyyəsində, heç bir şəkildə öz dinlərindən, imanlarından, etiqadlarından, əqidələrindən dönməzlər. Ona görə Allah falan yer üzrə təcəllisindən. Təcəlli nədir? Allahın birbaşa yer üzrə təcəllisi, nümayəndəsi. Allah falan Əhl-i Beyt əleyhissalama baxıb bizləri rəhm edir. Digər bir hədislərdə var ki, cümə günü İmam Zaman yoxdur. Hamımız
deyir cüməmiz mübarək. Yaxşı bir sözdür. Cümə vaxt mübarək olur ki, ağız zuhur edir. Ağız zuhur eləmir, nöş zuhur eləmir. İşin bir yandan çıxır, o bursa bir yandan çıxır, bu bursa Avropa belə gəldi, filan şey belə getir, bu bursa çıxır. İmam Hüseyin sevərlər olan bir məktəbdən kimsə çıxır, çadırıya, hicaba və yaxud da ki, İmam Hüseyinə tohin edə bilər, sonra da çıxsın üzr istəsin. O cəsarəti tapmaz. İndi kimsə ondan sonra çıxıb sağ olsun, Allah candan sağ eləsə, çox üzr istəyirlər. Bir yerdə olsa İmam Hüseyin sevərlər, heç kəs belə bir cəsarət edəməz. Düşüncəsindən keçirilməz. Fikrindən keçirilməz. Niyə cəmiyyət İmam Hüseyinçi də olmuyor? Bəs nədir bu məsələlər? Bu məsələlər budur ki, insanlar, cəmiyyət, o şəxslər ki, lazımdır, bilirlər bu cəmiyyətin nə qədər ölçüsü, miqdarı nədir? İmam Hüseyin sevgisinin səviyyəsi nə qədərdir? Bunu gözəl bilmək. Cəmiyyətdə bunu gözəl bilmək. Niyə? Çünki bunun tarixini aparırlar, araşdırırlar ta 35-37-də ki, şəxsiyyətlər, ruhanilər, insanlar Şura hökumətinin baltasını sağı da solu da kəsən bir vaxtında bu şəxsiyyətlər ki, 25 il, 30 il Məşəd, Nəcəf, Qum, Ayətullahları şəxsiyyətləri gəldilər bu cəmiyyət onlara poştubanlıq eləmədi, dalında durmadı. Bu kimin tarixidir? Bizim tariximizdir. Bəziləri deyəndə narahat rübubeləri də. Rəsmi amarlar hələ yazılan rəsmi amarlar, qeyri-rəsmi amarlarla işimiz yox. Ki, keçən səmədə bir məclisədir. 250-dən yuxarı böyük bir şəxsiyyətlər alimləri məhv ediblər, talayıblar, öldürüblər. 25, 30, 15, 40. Ki, o boydan böyük bölünəcək hozələrdə, digər hozələrdə o insanlar, cəmiyyətdə insanlara dərs verədilər. İnsanlar bunlardan irşad alarlar, dərs alarlar, fəlsəfəsin, əxlaqın, əqaidin, etiqadın, əqidəsini onlardan öyrənərdir. Bəs, bizim söhbətimizin əvvəli ki, yadımızdan çıxmasın, biz Allaha bir zaman ki, bir dənə bitki ayə-i şərifədir. Allaha söz vermişik və Allah Teala'ya ki, Allahın vəhdaniyyətini qəbul etdiyimizə görə Allah Teala bizi neyini bu dünyaya fərq edir. Yaradır, səbəb və nəticə lazımdır. Səbəb, nəticə valideynlərimizdir, nəticə özümüzdür, səbəb onlardır. Gəlmişik bu dünyaya. Nə oldu amma bir zamanından sonra insan dünyaya gəldikdən sonra yavaş-yavaş başladı bu şeyləri unutmağa. İnsanın mənası ki, əxlaq ustadları burada iki dənə mənası var. Biri ənəsdəndir, biri də nüsyandan. Ən əsası da nüsyan. Ənəs budur ki, insan kökü, insan sözünün kökündən danışır. Məsləri. Kərəbdənin bilən olsa bilər, məslərindən. Yəni, ülfət. Ənəs yəni, insanda bir xasiyyət var ki, heyvanlarda o şey yox. Ünsiyyət qura bilir. Bir-birinə ünsiyyət qura bilir. Danışa bilir, bir-birindən dostluq edebilir, ünsiyyət qura bilir. Əsas amma alimlər, əxlaq alimləri qoyduqları nəticə budur ki, insanlar nisyandandır. Nisyan yəni yaddan çıxarlar. Allahu Ekber. Allah da Quran-ı Kərimdə bizə deyir, yaddan çıxarlar. Unutqan. Allah deyir, nəyə unutmuşum mən ki? Neynəmişim ki, ilahi pərvər deyir, neynədir mən, nəyə unutdum? Dünyaya gəldim, maddiyyat səni əsl həqiqətdən, mələkutu aləmdən, həqiqətdən səni uzaq saldır. Həqiqət nədir? Ahirət. Ahirətdən qaldın qıraqda. Həzrəti Peyğəmbərin əhl-i beytin vaxtında insanlar gələrlər, deyərlər, pərvərdigara, bizləri şəhadət nəsib edər. O zamanın duaları, o zamanlarda olan dualar bu olur. İndiki insanlar deyir ki, ilahi mənim 80 yaşım, 80 il ömür verir, 90 il ömür verir. Nə olacaq yəni, yaşadın nə olacaq? Aha, gedəcəksən də. Axirədə getməkdir də, gedəcəksən də. Ha, indi, ha, sonra. Gedəcəksən bu dünyada. Hamı çözəcək. O ağdara hər kəsən qapısını deyəcək, mənim də qapımı deyəcək. Məsələ budur ki, nə cürünə gedəcək? Məsələ budur ki, Allah Teala Qur'an-ı Kərimdə Peyğəmbərin bu qədər təbliğatından sonra
Dedi, ya Resulallah, hamı bildiği, mütəbər bir, hamı bildiği bir ayədi və hədisi üstündədirlər. Ancaq mənim əhl-i beytimə ehtiram qoyur. Bu qədər təbliğat deyirsin ki, neyəyəsən? Sən bizi cahillikdən qurtardın. Həzrəti Peyğəmbər sallallahu əleyhi tək onlara yox, bizim hamımızı cahillikdən qurtardı. Şərəf, izzət, iffət, haram, halal, namus, qeyrət. Niyə görə digər dinlərdə bu qədər yoxdur şeylər? Hamımız Peyğəmbər və Ali Peyğəmbərə borcluyuq bu məsələlərdə. Bunlar bizə bunlar başa saldı, şəxsiyyətlər, reyhlar, salamlar, lillahın ücrətül validələr. Bunlar olmasa biz nə bilərik, o nədir, bu nədir? Ərəb cahilində qız olurdu dünyaya, başı salada kişi aşağı gelib dil basır. İndi də var belə bir şeydir, bəziləri də gözə qız olundan narahat olur. Otursa fikirləşsin, hardandır bu orada? Ərəb cahilində olur belə şey. Tayfa söhbəti, qəbilə söhbəti. O vaxt olur, bu vaxtda var. Bunlar o vaxtda var idi, bu vaxtda var. Bunların hamısının səbəb və nəticəsi budur. İnsanların vəhdaniyyətdən olan, vahid olan mərkəzdən uzaqlaşdırırlar. Vahid olan mərkəz Allahdır. Hər neyle bazarsınlar, insanların vəhdətini pozsunlar. Məsələ budur, qıssa. O ona çəp basın, bu ona çəp basın. Qıssa. Bundan başqa bir səbəb yoxdur. Allah Teala Qur'an-ı Kərimdə deyir, İnnə əkrəməkum indəllah ətqakum. Mənim yanımda ən əziz və sərvər, qiymətli bəndə kimdir? Təqvası olan. Ətqakum, təqvası olan. Amma biz milyarlarımız dəyişir, biz başqa şeylərlə düşünürük. Başqa cür milyarlarımız var. Namaz qılıb oruç tutur, ha? Milyarımız ama başqa şey. Milyar min dənə şey. Vəzifə, pul, maşın. Bunu ilə insanlara qiymət verir. Kimə yaxındır, hansı nəslə yaxındır, hansı tayfəyə yaxındır. Ki, bəlkə bir işdən, gücdən, bir dənə nəsil var da, hər kim bir qırmaqla da olsa ona bağlansa, çörək tapır. Başqası açından ölməlidir. Məhkum da açından ölməyə. Harada başı verir bizim məmləkətdə? Nə olacaq bunun haqqı? Səbəb, nəticə. Amma bunların hamısının müqabilində duran Allah Teala Qur'an-ı Kərim, Əhl-i Beyt, yeganə insanın deyir ki, pak ol, təqvalı ol. O dünya var, o dünyaya hesab kitabı var, o dünyada hamımız can verəcək. Həzrəti Əvvəlfəz əleyhissalamı sevirəm. İmam Hüseyin əleyhissalam arzumuzdan düşmür. Əməllərimizə baxılır, eynidir. Nəzir olur sevməkdir. Sevməkli insanı gələr nəticə etibarilə bir yerə çıxardar ki, sən eyni o cürlə yaşamaq istəyərsən, eyni o cürlə düşünmək istəyərsən. Dünya o insanların, o şəxsiyyətlərin gözündə nə qədər qiymətsildirsə, sənin də gözündə qədər qiymətsiz olur. Amma sənin gözündə qiymətsiz deyil. Amma sən deyirsən, ya Hüseyin, ya Əvvəlfəz. Nə? Əvvəlfəzin sözləri, sənin sözləri salamullah ruhul əvvəlfədə. Nə deyir Həzrət Əvvəlfəz? Qrabdan gələn, üzr istəyirəm, kosmosdan gələn şəxsiyyətlərə görə bunlar. Dediyimiz həmən Həzrət Əvvəlfəzdir. Həzrət Əvvəlfəz deyir, ya Hüseyin, 1000 dəfə bu dünya əbədi olsa, min dəfə də bu dünyaya gəlsəm, sənin yolunda ilmən ilmən, qəhmən qəhmən, sənin yolunda tikət olmağa, parça olmağa hazıram. Hələ bu dünya əbədi olsa, yəni biz düşünək görə biz Əvvəlfəzin dalında olan bir yox. Əvvəlfəzlə bir dolarlı ya yox. İmam Hüseyin, hələ bir bazı qorxumuz var qəlbimizdə və bilirik ki, köçəcək. 30 yaşında, 35 yaşında maşallah gözün itidir, hər şey gözəlir. 40-45 qabaq kimdir? Közət Nuh, neçə il, bir əsr narada yaşadı, 1300 ilə, 1300 ilə, 950 il tərbiyə edir. İndi 40 yaşından sonra gözün həmən gözdür, bədənin həmən bədəndir, beynin ağrıyır, qıçın ağrıyır, hər gün. Niyə? Çünki yeməklərimiz, içməklərimiz hamısının zahiddir. Niyə? Hamımız, hamıya aiddir. O ki, Allah orada söz vermişdir, gəldi burada olduq dünyaviləşdik. Olduq insan, yaddan çıxardan. Başladıq qavasının, dərmanın, hormonlarının oynamağa, min dənə şeyi zirzi bilir, hamısını qatdıq bir-birinə. Nizam-ı ilahini
Haram halala qarışdı, halal harama qarışdı. Cəmiyyətdə bəzən görürsən ki, Elhamdülillah Rabbil Alemin, Allah Teala qismət edib indi tevfik verib gelmişik bir Kərbalasına, bir hədisinə, bir filanına. Cəmiyyətdə etibarımız yoxdur ama. Oturaq fikirləşək, ne üçün yoxdur? Hamıya ayıb verə bilməyək. Təzə sözlər çıxır. Yalan hazırdır, Kitayski hazırdır, nə bilim nə. Vay, nə günə qalmışıq, bərbəq ya. Vay. Bu keçən səfər bir nəfər qardaş danışır, o gülməkdən də bir şey deyir ki, axı indi cəmaatın sahələ də gözündən fərqi asmaq üçün görürsən ki, indi bu maşın bazarında al-ver eləyən maşın satanlar ki var, o spidometrini çəkirlər qalar, ona da deyirlər ki, icazə vermirlər də. İndi bəzən də verərlər də, aylıq pulunu, vaxtını bir yerə çatdırsın, sənin işlər olmasın. Nəysə. Deyir ki, indi o bir aşıqını, maşını gətirmişəm, nə bir Gürcistandan, arasından, nəyindən və bunun dala çəkmək lazımdır. Bir mən baxmaq, o baxmaq, qardaşım birini açdı. Böyle bir şey bilmiyor. Hazırdır özə. Əlində təşbəyə yılanımız müşanı. Gəldi bir nəfər tapdı, nə qədər bunu falan. Dedi ki, sana o tez elə namazı geçiklər. Tez elə, bunu yüzündən sal, tez elə namazı geçiklər. Namazı geçiklər nə? Bunun spidometrini dala verməklə. Bu sənin hazırlığınla düz gəlir. Bir baxdım belə, təəccüb edim. Dedim, hə, yaxşı, tez bazan eləyərəm, narahat olun. Adam namaz qılan adamdır. Bir daha yazı, bir nəfər gəldim o belə, dedim, nəfər olun. O qədər olur ki, ya da deyilsin olsa, burada bir səhcad, yazatdan bir yer var, böyrünə falan, dəstəmaz gəl namaz qılır. Amma etdiyi əməl nədir? Üç gün insan düşünmür. Niyə? Nüsyanda deyil. Yaddan çıxardım, ne için gəlir bu dünyaya? Fikirləşir, düşünür ki, bunu aparım satım, aparım balalarına çörək yesin. Çörəyində halaldır, haramdır, ondan heç bir şey yox. Ələtər elbə bu balbili gözünə uşaq olur zayı. Vay baladın şöyle oldu, maydədən Allah bilmirəm ki, bu özündə də tavsiz, səbəb özündə də axtar tapkına. Böyük alimlərdən, şəxsiyyətlərdən biri olur. Adı indi yadımdadır, düşünsəm yanıma düşür, daha vaxt yoxdur. Bir, qonşular hamısı bundan şikayət edirdi, necə və şirətdə alimlər. Alimlərdən biri olur. Bu uşaq zamanında tulluğunu deşərdir. İşi gücülə tulluğunu deşmək, biləm eşin üstüyə yox, çox danışmaq. Böyle kişi oturup fikirləşir, alim adamlara tulluğunu deşir. Dayağında da suyu bizi kimi şeydə öyrəyir də, Hasan da öyrəyir. Bak burada fikirləşib tapa bilmiyor. Amma bunun səbəbi var, səbəbsiz deyil. Axırda xanımı deyir ki, ya kişi, halal eləmək. Halal eləməyə bir şey yoxdur, getdi. Təzədən o qaytarma olmaz yerindən üzr. Getdi. Bir dənə cəmiyyətə bir şey verdin ki, yararsız. Bir şey verdin cəmiyyətə yararsızmış. Getdi. Buradan deyirsən, Allah inşallah uzaq edəsin inşallah. Allah uzaq edəsin. İnsanlar daim zəhmət çəkir, əziyyət çəkir, istəyir ki, evladın bəhrəsini verir. Bəhrə bunda da öyle, yaxşı yaşasın. Bizdən girəndə meyyarlarımız dəyişir. Vəslədə otursun. Böyle gecə gündüz bunu fikir ki, toyun edeyim, vəslədə otursun. Maşallah, bu da öyle insan anlattılar, yiyib içmək, qarşı-qarşına gəlmək, uşaq dünyaya gətirmək üçün gətirir insan Allah dünyaya. İnsan ki, Allah insanı dünyaya gətirir, özünə bəndə olmaq üçün. Təqvası, imanı olsun, paklığı olsun. İndi mümin bəzə görürsə ki, təqva imanı da var. Bir yaxşı insan. Ay kişi, gedib orada işləsə namazından olsun. Eybi yoxdur. Kişi gəlir eddə bizim təqvadır. Vaa, bu nə oldu da? Bəs hara getdi? Filan yere getdi, oruç tuta bilməyəcək ya, eybi yoxdur. Nə olar mən? Sonra gələn qəzasını tanıdır. Nə qaşıyək, nə rahat. Allah bunu deyir, biz belə deyir. Niyə? Çünki ölçülərimiz dəyişir. Meyyarlar dəyişir. O vaxtın ölçülərində, bu vaxtın ölçülərində qeyri-qeyri fərq var. İnsanların, özüm deyim, heç kəsə işim yox. İnsanların şəxsiyyətləri cırdaşır. İnsanda olan şəxsiyyət nə olur? Yavaş-yavaş cırdaşma gedir. Bir ağsaqqalı görəndə, qavalar belə idi, ağsaqqal yolda gedəndə deyərdilər ki, bilmirəm, adamın yanında qalanlar vardı ki, gördün ağsaqqal gəlir, küsədə gördün gəlir, ged o bursu yolda kesin.
üzböz çıxma olur. Hayatında üçün başqa dönürsən. Birdən bir səhv iş görərsən, bir arasını olur. İndi görürsən ki, ruhanisi keçir, ağsaqqalı keçir, elə bu bardaşa qurub otururlar, heç durmur ayağa. Arvad uşaq keçir, icabını qadın keçir, durmur ayağa. Başqa yerdə danışmıyoruz kəndimizdə, buradan danışıyoruz. Durmur ayağa. O vaxtdan, bu vaxtdan. Nə oldu birdən-birə? Niyə bu qədər dəyişdirmiş? Hər bir şey günahı onlara oynatmaq lazımdır, özümüzdə də çox günahlar var. Geçən səfər Allah günahlarını bağışlasın. Bir neçə nəfər valideynləri dünyasını dəyişir. Möminlərə Allah rəhmət eləsin, o bursana Allah günahlarını bağışlasın. Gedirsən, qəbristanlığa tikan adamı yiyir. Bir o yana, bir yana, tikan adamı yiyir. Allah, bu niyə belədir, bərber deyəm? Burada basılanlar hamısı valideynlərdir də, insanların cəmiyyəti valideynləri heç nə bir gün istəyir, iranə istəyir. Hər kəs öz rəhmətə gedəninin, dünyada küsənlərindən bir gün məcliyi bilsə, hər kəs öz rəhmətə gedənin üstünü başını təmizləsə o tikanlardan tərəqəmiz mümkün olur. Bir dənə iradə istəyir, bismillah, Allah Məhəmməd yəni. Hamı bir nəfər kimi, yaşlarla şu zamanlar, evladı, bir ailede yaşamır ki, həyat evində yaşasın. Hər kəsin həyatında biri də var, lapatkası da var, hər bir şey də var. Bir gün, başqası için eləmirsən, amma özü üçün edirsən. Kənardan, qıraqdan gələnlər mənə kimi, vaxtı deyik, buna baxayım. Nə baxımsız, qəbristanlıdır. Ne üçün verir? Bir dənə xırda bir insan, xırda bir mısır. Qabaqların cəmiyyəti, bax, meyyarlar, ölçülərin dəyişməsindən söhbət edir. Qabaqları bir yeri istəyir, məsələn, bir nəfər gəlirdi, kök salırdı, aləvi, istəyir bir yerdə qalsın. Ne edirdi? Birinci gedirdi o kəndin, o ocağın məcidinə. Əlhamdülillah, məcidini şükür olsun Allah, əlhamdülillah. Gedərdi, baxardı məcidə. İstəyirdi ki, bir yerdən bir yerə kök salsın, gedərdi birinci nə edirdi? Onun məcid, o kəndin, o obanın, o ocağın məcidinə baxardı. Görərdi ki, məsciddə insanlar var, məscid abaddır, deyər, burada müstəqəl olur, burada qalmağa dəyər. Qəbristanlığına gedər, baxar. İndi o şeylər yox. Niyə? Çünki bir yerdəki məsciddə insanlar cəmiyyət yığışırsa, dindardırsa, burada yaşamağa dəyər də. Abadırsa, burada yaşamağa dəyər də. Niyə? Çünki o vaxtı belə bir şey yox idi ki, tez elə bunu dala çəkin, mənim namaz vaxtımın namazı yox. Belə bir şeydən yox idi. Oranı düz idi, olmayanı da yox idi. Bizim cəmiyyətimiz islah olmaz. Özümüz islah olması olmaz ki. Həzrət Əmir əl-Mömin əleyhissalam deyir ki, dilüzdəki istihbarı lağlavaya döndənmir. Ancaq dilüzdə ləqləb əqınlıysan, nəsr bəlağədə deyir. Dilüzdə ancaq istihbar. Amma əməldə isə şey yox. Oruç tutarsınız, o qədər bu hədislər var, Həzrət Peyğəmbər sallallahu bu qədər zəhmət çəkərsiniz, bu ilə 17 saat yarım olacaq. İnşallah Allah tövfiq versin. Düzdür, indi bəzilərin səbəbləri çıxır yavaş-yavaş. Keçən ildə çıxar ki, mədəsi ağrıyır, göz ağrıyır, qulağı ağrıyır, hiç bilmirəm, o olacaq nə aidiyyəti var. Neyse, görsə səbəblər çıxır. Özür biləsən. Bizə nə? Özür biləsən, Allah özün cavab edəcəksən. O tutan adamlar da ki, bəzən ki, məni kimi Həzrət Peyğəmbər buyurur ki, az qalmaqdan, susuz qalmaqdan başqa heç bir faydası olmaz. Allah Teala az qalıb, susuz qalmaqdan başqa Allah Teala heç bir əcr, mükafat yazmaz. Niyə? Pərvər deyər. Çünki səbəb budur ki, bu şeylər insanı islah eləsin. İslah olması faydası yoxdur ki. Namaz qıldın, innə salata tərhənil münke və fəhşa. Allah deyir Qur'an-ı Kərim, namaz insanı islah edər. Pis əməldən çəkindirər, yaxşı əməl edər. Nə qədər bizim üstümüzdə hesab aparır cəmiyyət? Məsələ budur. Cəmiyyətdə nə qədər etibarımız var? Məsələ budur. Buradan Allah deyir ki, belə, amma mən namazdan, oruçdan Allah istəmədiyi bir yerdəyəm. Allah istəmədiyi bir məclisə gedəm. Və bu nə olacaq yaxşı? Niyə getdin Kərbəlayəsə? Niyə getdin Əhd-ü Təzələdən İmam Hüseynə? Niyə getdin Həccə? Niyə getdin Məşədə? Niyə gəldin İmam Hüseyin sinəmə zəncəmə bağlayırsan? Hayırdan da ol günah. Və İmam Hüseyin ondan çətin idi ki, Həzrətə dedilər, get ki, nə ye mənə?
Yeməndə sənə həqiqətən şərait yaradacaq. Mədrəsə aç orada, dərsliklə orada. Ne inirsən elə elə, bizi ilə işin olmasın. İmam Hüseyin nə danışır? Ne danışırsın? Mən Peyğəmbərin dinini yaşatmaq üçün Allah Teala məni mərzəf edib, boynuma vəzifə qoyur və minnət qoyur. Dərsin səbəbi budur, hərəkətimiz səbəbi budur, nehsətimiz səbəbi budur, yaşayışımız səbəbi budur. Bu yolda başıma dəyənək dəyəcək, öləcəm, şəhid olacam olsun, ailə uşağı nəsil olacaq olsun. Bu İmam Hüseyin. Həzrət bunu deyir. Amma ki, neçə dənə belə Həzrəti İmam Hüseyin Aleyhisselam neçə dənə belə təkliflər gəldi. Hamısı rədd elədi. Gələn deyirəm, o qırardan uzaqdan gəlməyir. İmam Hüseyin, öz İmam Hüseyin. Nə qədər insanlar gəldilər, onun bunun tərəfindən. Həzrət məktəbi bizə başa salır. Sınma! Məktəb budur, sınma. İnsan bir zaman görürsən ki, yaxşı mömin fərqlanmış insandır. Bir zaman, bir vaxt keçəndə söylüyor, vay, əsəl alınət yoxdur bunun ibadət və itaətdə. Və yaxud ki, namazda da ibadətdir. Əməlləri şeytan, iblis, əməli olur iblis. Niyə? Hər nə mənəviyyət var idi, verdi əldə edir. Mənəviyyət nə əldə edir? Ona görə. Amma bəzən bizlərdə bu cümlə düşüncə olur ki, namaz qılıram, oruç tuturam, əhl-i beyt, əsas mətləbimiz qalırdan ondan. Ki, namaz qılıb, oruç tuturamsa, mənim bronum var, İmam Hüseyin üçün ağlayanımda bronum var, yox, elə deyil. Hardan deyirsən sən belə ki? Yusuf surəsində 106-cı ayə. Əzəl haqq buyurur ki, Bismillahirrahmanirrahim. Mə yu'minu əktəruhum billah illə və hum müşrikun. 106-cı ayə axırdayım. Və mə yu'minu əktəruhum billah. Möminlərin, bax, Allah Teala Quran-ı Kərimdə sizə də xitabə var. Ya eyyuhən nas. Ya eyyuhəl müminun. Fasik və burada möminlərə Allah Teala xitab edir. Mömin kimə aiddir? Mömin namaz qılıb ibadət edənə. Bəli, yəqinən bilmək istəyirsənsə, vilayət Əli ibn Əbi Talib əleyhissalam qəbul edilməyənə mömin deməzdir. Müsəlmandır. İmanın şərti Əli və Ali Əlidir. 12 iman xəttidir. Şərti budur. Amma, bu ayə burada nədir? Allah burada mömin söz getirir. Ustad Tabağa öz kitabında getirir. Və mən yu'minu əktəruhum billah. Əksər möminlər iddialı olanlar ki, billah, ilahi, mən sənə iman getirmişəm. Mömin gəlir, hansı insandır? Var yalanın deyən işimiz yoxdur. Ya. Dilində Allah, əməlində şeytanla işimiz yoxdur. Orucluqdan əsr alamət yoxdur. Bir də görürsən ki, şaltər qaltər bura gedir küsədə. Soruşsun, gəlin müsəlman. Onun işimiz yox. Bununla işimiz var ki, o kəs ki mömindir. Mömin yəni ki, ibadət edən, mömin yəni İmam Hüseyin üçün ağlayan, mömin yəni zəncir vuran, mömin yəni vəsəl və ilə. Əksərhum billah, mən Allah'a iman getirmişəm. İllə ləhum müşrikun. Onlar müşrikdən başqa bir şey deyirlər. Vay dədən var, nə ağır ayırmış o pərver deyir. Allah deyirlər bunu. Yəni bütün möminlər müşrik deyil, yox. Həzrət haqq buyurur əksəriyyəti. Niyə? Etdiyi ibadətə etiqadı yoxdur ki. İnsanın gəlirlər, haqqın əlindən alırlar, paymalırlar, səsi çıxmır. Deməli, etiqadı zəifdir. Uf demir. Hər şeyi paymal edirlər, hər şeyin əlindən alırlar. Məhv edirlər, hər bir məhdudiyyət qoyurlar insanlar üçün. Allah Teala Quran-ı Kərimdə də insan azaddır. Həddi var, azaddır bunlar. Allah'ın dediği azaddır. Yoxdur. Daşdan səslə, bundan səslə. Niyə? Yaşamaq sevgisi var insanın qəlbində, ona görə. Ahirətə etiqazət, Allah həmən alə işərir. Həmən alə, billah, əksərhum, əksəriyyət deyək ki, mən böyümür. İlla və hum müşrik, amma əksəriyyət müşrikdir. Müşrik deyiləndə fikirləşməyin Allahsız, dinsiz, yox.
Burada başqa bir mənada gedir. Yəni, o həmən etiqad və əqidənin ki, daşıyıcısıdır, güya, məni kimi, içindəki, əməllərindəki zahiri ilə düz gəlmir. Zahirə görərsən, danışır, amma batində biraz işi yenə belə düşən kimi görürsən ki, məhlumda gedir. Səhərsi çıxmalı, məsələn. Allah bunlar üçün deyir. Və belə bir cəmiyyət olsa, hər nə bəla deyərsən gələr. Hər nə cür bəla deyərsən gələr. Niyə? Çünki etiqad əqidəsi zahirdədir, dildədir. Zahirdə bəhbə məsəl doğru deyil. Bəhbə imamsız. Məsələ deyil, amma bura misaldır, baxsana. Hər bir yer amma ayırdır. İmam Hüseyin aliyəndə bildir yaşayır. İmam Hüseyin amma nehzətindən, hərəkətindən, qiyamından heç bəhrələnməsi yoxdur. Heç ondan bir xəbər yoxdur. Və bu İmam Hüseyin kimsi gəlmişdir? İmam Hüseyin kimsi gəlmişdir? Kimin evladı Əli Əşvərdən artıqdır? Kim deyə bilər burada iddia edirlər ki, mənim evladım Əli Əşvərdən artıqdır? Heç kimsə onu deyəməz. Amma Həzrəti İmam Hüseyin Aleyhisselam dedi, ey cəmiyyət, hər kəs Əli Əşvərə Peyğəmbəri görmək istəyirsin, bəzən gəlir deyən İmam Hüseyin, mən Peyğəmbəri görməmişəm. Allah'a şükür. Həzrət İmam Hüseyin Əşbəri çağırar deyək otur. Gəlin, Əli Əşbəri görün, Peyğəmbəri görün. Əmələn, fiilən, nütkən, danışığı, oturuşu, duruşu, gülüşü Peyğəmbər yazsın. Peyğəmbər cəhdidir də, eyni Peyğəmbərə hoş gəlmiş, Əli Əşbəri. İmam Hüseyin belə bir şəxsiyyəti ki, Peyğəmbərin iyi alınmışdır. Sən ya Əli Əşbəri, səni görəndə cəhdi Peyğəmbər yazmışdır. Dedi, get. Axınızda misalmışdır, nə sən dala bax, nə mən dala bax. Həzrət Özqeyliyə döndü, Əli Əşbəri göndərdi. Və dedi, cəmiyyət, kimsin gəlsin bu Peyğəmbər, kimsin gəlin bu İmam Hüseyin? Şahid olun kimi göndərirəm ha. Ne cür bir şəxsiyyəti göndərirəm ha. Eyni Peyğəmbər. Kim baxmaq istəsə Peyğəmbəri görməyibsə, Əli Əşbərə baxsın. Uf demədən verdi. Fi səbilillah və əla millət Rəsulullah. Bu ümmətin yaşaması üçün bizim məsciddə oturub mənim kimi günahkar bir bəndərin çıxıb burada söhbət eləməsi üçün bu Peyğəmbərə bənzər Əli Əkbərin İmam Hüseyin verdi. Ki bu din yaşasın. Gəldi çatdı bizə. Asabdığına gəlməyib, belə məsciddə yığışmaqla. Tək budur, düşünməyək budur. Birinci məddəsi budur, Bismillah, bu həmisi budur. Cəmiyyət kimi gələsən, məscidlərdə yığışasan, namazı qılasan, orucu tutasan, heç kəsin, haşi nəsəsi yürü burada, bu əleylə danışmır. Amma bu gərək səni başqa aləmlərə aparacaq. Bu birinci pillər. Biz işi qalma, o bir ilahi bir sənə, amma sən ki, səni mənkimədir. Bu birinci pillər mənə çəbəsdir. Buracan da mənki. Nətər yəni buracan? Elə şey yox, Allah'tan insan yaradır, ahirət üçün. Sən desən yox, mən elə bu qədəriyəm. Sonrası nə olacaq yaş? Nətər olacaq olsun? Ki, qiyamət günü, bunu da deyim, ərzimizi tamam edeyim, başımıza ağrıtıb üzür sinemamızdan. Ahirət günündən ki, qiyamət günündən deyərlər, yoxul həsrət, insan həsrət çəkəcək. Həsrət günü. Mömin də həsrət çəkəcək, ilahi, bəli, mömin də həsrət çəkəcək. Qardaş, həyata bir dəfə gəlmiş. İkinci fürsət Allah bizə verməyəcək. Ki, qiyamət günündə də ayə-i şərifə var ki, deyərlər, pərvər gəlmən, təzdən qayda, təzdən yaxşılar bəndə olun. Niyə? Gözlər asılar deyil. Maddiyatdan çıxır insana həqiqəti, mələkut aləmini görsənirlər. İnsan dedi, ilahi, mən təzdən göndər, biliyor bəs. Bir dəfə göndərdim sən. Neynədir ki? Göndərdim də, yaşadım da. Düşüncün ancaq bu tabo şeylər oldu. Yaşayışın ancaq bu tabo şeylər oldu. Yiyin, için yaşayın, bəs sana. Oldum bu tabo mühümün. Başqa heç bir şey düşünmədim. Allah nasıl yaradır insanı? Yox. Allah nasıl yaratmıyor ki insan? Yox, sən möminsin. İlahi, nətər yəni, nətər yəni? İnsan ki, mömindir, həsrət də onun üçün bəli. Nəcür olacaq həsrət? İnsana bir də məqam üzər, namaz qılırsan, oşursan, budur. Amma insanlar olacaq ki, daim İmam Hüseyin ağabey ziyarət edəcək. İnsanlar olacaq, daim Həzrət
İnsanlar olacaq ki, onlarla bir bağdan, bir yerdə olacaqlar. Amma insanlar da olacaq ki, cənnətdə olacaqlar, amma izni icazəsi olmayacaq İmam Hüseyni görməyə. Mərtəbə, məqam məsələsi var. Və insan da hərdə bir dəfə gəlir. Və bizim də iddiamız budur ki, biz İmam Hüseyni istəyirik. İstədiyimizlə, iddiamızla əməlini düz gəlir. Tərəzək oyunda düz gəlir. Bəs deməli, insan həqiqətən İmam Hüseyni o ki, İmam Hüseyni deyir, həqiqətən onu dərk eləməyib və onu həqiqətən istəmir. İstəsən, hədəfə Hüseyin olar. Gecə-gündüzü Hüseyin olur. Allahdan bir dənə xahiş olar ki, Pərverdigara, nə emirsən elə, mənə bir dənə şərait yarat, ağamla bir yerdə olun. Bax, budur yolun həsədi. Qiyamətlə müminin həsədi bu olacaq. Ki, Həzrət Əmir Əl-Mumin də buyurur, bir sözü gidirik. Bir təəccüb edirəm, bu zamanıya aiddir, bizim zamanımıza aiddir. Təəccüb edirəm, ahirət zamandakı möminlərin halına. Mənəvi atalarını itirəcəklər. Kim? İmam Zaman. Amma elə yaşayacaqlar rahat. Düz dedikdə deyir ki, Allahümmə kulli vəliyikə, bu duadır, gözəldir. Amma hiss eləməyəcəklər ki, ağasını yaşayırlar. Yoxdur mənim ağam. Qeybdədir. Kimdən qeybdədir? İşindən, pişirdən işi yoxdur ki. Bizdən onu salmış o qeybdə. Ki, müqəddəs Həydərbəy olub səhv eləməmizə kimsə Məscid-i Kufədə İmam Zaman Əcəlal Allah şərində görüşəndə buyurur ki, siz şiyələr mənim qeybətimi uzara salırsınız. Əməllərimizlə istəklərimiz düz gəlmir. Ona görə Allah təala məni qeybdən zuhur elətdirir. Niyə? Çünki 11-dən imam verdim, qədrini bilməkdir. Sən də gedəcəksə, sən də məhv edəcəkdir. İmam çağıracaq, uzun söyləyəcək. Hara söylürsən, imam çağıracaq, imam deyirdi. Çox önəmli bir məsələdir ya. İmam Zaman gözləyir, İmam Zaman gələcək, amma ki, görəcəksən ki, səhv eləmirsən ağanın gəlməsi. Niyə yaşamaq istəyirsən abi? Özü hazırlamamsan abi. Məqsədləri var, hədəfləri var, dünyalı hədəfləri, ahirətli hədəfləri işimiz yox. O hədəflərin hamısını bir dənə xərq çəkəcək İmam Zaman. Çünki Həzrəti Haqq, Naib-i Haqq və Naib-i Haqq Sultan gəlib, ədl və ədaləti bərpa eləmək. O adamdan düşünməz, yalandan ədalətdən danışırlar, heç ədalətdən xəbərli olmaz, heç ədalət ləfsinin özünün hərfinə əməl edəməzdir. Allah an verirəm, İzzət və Cəlalına, Allah an verirəm. Hanım Fatimə Zəhra sallallahu aleyhanın qəlb-i nazəninə, Yusuf Zəhrasına ki, İmam Zaman Cəlallah Teala öləcək bu şərikdir. Həzrətin inşallah zuhurun təcil etsin. Allah Teala inşallah o aləm izlərdən and veriləndə bizə, sual veriləndə bizə ki, and ismişik inşallah, o andımıza inşallah taibən olar. Allah Teala bizləri həqiqi Hüseynçilərdən qərar versin inşallah. Allah Teala Əli Əşvər şücaəti bu xalqa, bu millətin canından nəsib eləsin inşallah. Allah Teala analarımıza, bacılarımıza Zəhra və Zeynəb fərqi nəsib eləsin. Allah Teala bizlərə rəhm eləməyənlər, bizlərə müsəllət eləməsin inşallah. Allah izzətimizi əlimizdən almasın inşallah. Əziz torpaqlarımızı, ən önəmli torpaqlarını, Məkkə və Mədinəni və öz milli torpaqlarımızdan bir yerdə inşallah İmam Zaman Əcəlallah Teala biləcək şərifin ehtiramına azad edəsin inşallah. Naqabil olan, özüm deyirəm, heç kesin işim yox. Naqabil olan ibadət və itaətlərimizin Xanım Zeynəbin ehtiramına və ismətlə xalqı qəbul edəsin inşallah. Muhammed və